Hamınızı salamlayıram əziz izləyicilər. Bugün bu videoda keçəcəyimiz mövzu o qədər önəmlidir ki, müəllimlərin 8-9 ay izah etdiyi və gəldiyi nəticəni mən qısa müxtəsər şəkildə sizə bu videoda izah edəcəm. Rus dilində danışa bilmirik. Niyə? Çünki gözümüzdə qorxuduruq, böyüdürük. Beləliklə fikirləşirik ki, Rus dilində ən çətin mövzu Rus dilinin hallarıdır. İminitilni, datilni, vinitilni, raditilni, bu ümumiyyətlə hallar. Biz Azərbaycanda buna adlıq, yiyəlik, yönlük hallar deyirik. Və gözümüzdə şişirdirik. Mən deyirəm, xeyr, bu belə deyil. Yəni, inanın belə deyil. Niyə? Çünki bunu real təcrübə göstərir. 4-5 aya danışan tələbələrim var ki, mən onların heç birinə bu mövzunu keçməmişəm. Amma onlar düz danışırlar. Onlar çox gözəl danışırlar. Özlərini ifadə edə bilirlər. Həmçinin bu mövzunu kim şişirdibsə, necə yayılıbsa bilmirəm. Lakin bu mövzudan daha önəmli mövzu cins mövzusudur. Siz cins mövzusunu mənimsədikdən sonra, cümlələri asta-asta qurduqdan sonra hallar mövzusu da zaten praktika ilə öz yerinə düşür. Mən şəxsən bir müəllim kimi hal mövzusunu heç bir tələbəmə bu günə kimi keçməmişəm. Amma mənim tələbələrim danışırlar. Özü də çox gözəl danışırlar. Bunu reklam xatirinə demirəm. Nə dərəcədə səmimiyyətimə inanırsınız, onu da deyə bilmərəm. Beləliklə, cins mövzusu. Cins mövzusu çox önəmlidir. Beləliklə, bunun önəmi ondan ibarətdir ki, cümlədə olan zəncirvarilik bütün feil olsun, sifət olsun. Bunların hamısı cümlədə sözü gedən sözdən, yəni isimdən asılıdır. O necədirsə, onun arxasında dayanan feillər, sifətlər də onun kimidir. O cəmdə olsa, feil və sifət də cəmdə olacaq. O qadın cinsindədirsə, sifət o cinsdədirsə, sifət də o cinsdə olacaq. Həmçinin də feil keçmiş zamandadırsa, o cinsdə olacaq. Çünki biz bilirik ki, feilin indiki zamanda cinsləri olmur. Beləliklə, başlayaq mövzumuza. Bugünkü mövzumuz cinslər. Rады. Murskoy, женский, средний rod. Bu 3 dənə bənd. Bunu yaxşı-yaxşı biləndən sonra həm sifətdə, həm isimdə bu cinsləri siz bildikdən sonra sizin rus dilində sadəcə bərkitməyiniz qalır ki, biraz öz üzərinizdə çalışasınız, artıq siz hazırsınız, yəni danışa bilərsiniz. Beləliklə, murskoy rod hansı hərflərlə bitəndə o söz demək murskoy roddadır. Женский rod hansı hərflərlə şəkilçiləri nədir? Deməli, женский roddur. Средний rod da həmçinin. Bunlar şəkilçi ilə müəyyənləşir. Beləliklə, женский rodun şəkilçiləri söz əgər A və ya hərfi ilə bitərsə, bu женский roddur demək. Yəni, qadın cinsindədir bu söz. Söz əgər bitərsə, orta cins, sredni rod, O və Y hərfləri ilə bitərsə, deməli bu orta cinsdir. Murskoy rod necə müəyyənləşir? Bu A və ya O və Y hərflərindən başqa bütün hərflər kişi cinsinə aiddir. Beləliklə, düzdür. Burada bəzi istisnalar var. Elə məhki znak ilə bitən sözlər var ki, bu qadın cinsinə də aid ola bilir, kişi cinsinə də aid ola bilir. Lakin biz indi bu istisnaları qoyuruq kənara, psixologiyamızı belə toplayırıq ki, bütün женский və sredni rodlardan başqa hərflər hamısı murskoy roda aiddir. Və beləliklə psixologiyamızı hələlik bu cür toplayırıq. Beləliklə, indi misala keçək. Sumka, maşina,
Zimlə. Bunların hamısı hansı cinsdir? Женский rod. Təbii ki, qadın cinsidir. Çünki sumka A ilə bitdi. Maşına A hərfi ilə bitdi. Zimlə Ya hərfi ilə bitdi. Biz dedik A və Ya hərfi женский rod. Qadın cinsidir. Daha sonra gələk средний rod. Средний rod O və Y hərfi ilə bitəcəyini dedik. Beləliklə солнце, güneş, солнце və ya блюдце, kasa, qab, блюдце, Y hərfi ilə bitir. Daha sonra deyə bilərik окно. Bu da O hərfi ilə bitir. Окно, pəncərə. Bunların hamısı orta cinsdir. O və Y hərfi ilə bitənlər. Beləliklə, orta cinsdə bizə məlumdur, средний rod. Qalan, stol, televizor, görürsünüz, L hərfi ilə bitir, R hərfi ilə bitir. Qalan hamısı kişi cinsinə aid edirik, мужской rod. Telefon, televizor, stol, подоконник, hər şey. Bu мужской roddur. Beləliklə, siz sual yarana bilər beyninizdə. Necə ola bilər ki, bu cinsi bilməklə biz cümlə qururuq? Bəli, beləliklə biz deyirik ki, bu cins mövzusu yalnız isimdə yox, sifətdə də öyrənirik. İndi gəlin sifətə keçək. Biz isimdə bildik. Bu qədər bəsitdir. A və ya qadın cinsi, O və Y средний rod, orta cins, digər qalanlar kişi cinsi. Bunu qoyduq qırağa. İndi keçək bunun sifət mövzusuna. Sifət nədir? Bir şey keyfiyyət verəndə. Gözəl, yaxşı, pis, bu cür şəkildə. Beləliklə, bir dənə sifət götürək. Misal üçün, хорошо sözü, yaxşı. Bu, necə sualına cavab verir? Bu olur narечие, yəni necə хорошо. İndi gəlin bunu biz sifətə salaq. Bunu zərfdən çıxardaq, sifətə salaq. Beləliklə, sifət olanda olur хороший, хорошая, хорошое yazılır. Хорошое. Beləliklə, A, ya, bu dəfə bitişik. Bayaqları ayrı-ayrı idi, indi bitişik. A-ya ilə bitən sözlər женский roddur. O-y ilə bitən мужской roddur. Digər qalan, yəni daha doğrusu ıy ilə bitən isə мужской roddur. Beləliklə, хороший мужской rod, хорошая женский rod, хорошое средний rod. İndi gəlin biz bunu tətbiq edək. Sumka isimdə qadın cinsidir. Sumka necədir? Yaxşıdır. Yaxşı sumka necə deyək? Beləliklə baxırıq ki, sumka qadın cinsindədirsə, demək onun sifəti də qadın cinsdə olmalıdır. Mən bayaq demişdim ki, cümlədə söz nədən söz gedirsə, arxasında olan sözlər də onun kimi olmalıdır. Beləliklə, sumka какая? Хорошая. Хорошая сумка. Хорошая машина. Машина. Женский род. Хорошая. Солнце. Güneş. Хорошее. Хорошее yazılır. Хорошее deyilir. Хорошее. Хорошее солнце. Daha sonra telefon. Mужской rod. Düzdür? İndi gəlin seçək. Хорошая seçərik. Xeyr. Хорошее seçərik. Xeyr. Kişi cinsində deməliyik. Хороший. Хороший telefon. Хороший televizor. Хороший stol. Bu cür şəkildə biz müəyyənləşdiririk. Cümləni qururuq. Biz psixologiyamızı buna uyğun qursaq, bu ən önəmli bir şeydir cümlədə. Ən önəmli mövzu budur. Siz bunu yaxşı mənimsəsəniz, bunun üzərində çalışsanız, mənim sizə yönəltdiyim tapşırıqları bu cümlədə tərcümə eləsəniz, özünüz götürsəz 1, 2, 3 cümlə tərcümə eləsəniz, onu bilin ki, artıq siz rus dilinin 60-70%-nə hakimsiniz. Qalır sadəcə praktika etmək, qulaq asmaq, danışmaq və s. Hallar mövzusu da öz yerinə düşür. Hallar mövzusu, belə deyim,
Onu zaten öyrənsəz belə, əzbər bilsəz belə, siz danışıq əsnasında fikirləşib danışmayasınız. Sizə lazımdır ki, siz rus dilində fikirləşəsiniz, Azərbaycan dilində yox. Danışıq elə bir şeydir ki, biz anında danışırıq. Bu şahmat oyunu deyil, oturaq fikirləşək. Hallar mövzusunu əzbərləyən insan beynində fikirləşəcək ki, mən bunu belə desəm necə deyəcəm? Xeyr, o sizdə avtomatlaşır. O necə avtomatlaşır? Praktika ilə. Praktika ilə avtomatlaşdırın.